Baş sponsor Optimal Elektronika. Xüsusi sponsor Siyəzən dadlı toyuq. Xüsusi sponsor Berga. Sponsor Bizon Energy. Sponsor Pro Baby uşaq bezləri. Gecə gündüz hesablayıram da bir tərəfə çıxamıram. Könlü eşitirsənmi? Eşidirəm. Rasxodumuz həddindən artıq çoxdur. Uşaqların da boğazından kəsmək olmaz. Nəsə başqa bir şey fikirləşməliyik. Nə bilim, bir daxil alaq, pul ataq ora hər gün. Bax, mən deyirəm qənaət eləməliyik. Sən söhbətə daxil alaqla başlayırsan. Biz xərcləri azaltmalıyıq, könül. Xərclər azalmalıdır. Nə bilim, onda maşın sürməyək, marşrutla get gəlişə, qulağına nauşnik tax, qəşəmaqlara qulaq asarsa, həm də sağlamlıqdır. Marşrutla nə tər gedmir? 6 bazar mən ağayıracam. 6 bazar marşrut işləmir. Yenə taksiyə minib gedəcəm, yeni pul elir də onu. Nə deyirəm, bir söz tapırsan, bilmirəm mən, nə bilim. Qənaət üçün ilk addımı deyirəm sənə. De. Birinci, dur ged o koridorun işığını söndür. İkinci də yanına yatanda bir istəkan su qoy, yaxşı? Birincim başa düşdüm, ikincisi nəsə belə falçı məsləhətinə oxşadı. Falçı məsləhətinə zadına oxşamır. Koridorun işığını söndürürsən, yanına da suyu qoyursan ki, gecə ürəyin su istəyəndə buradan götürüb içəsən. Gedirsən, qoxunadan suyu götürüb içirsən, qaynanda qoxunanın işığını söndürmək yadından çıxır. Şotçikdə bu şeyləri bağışlamır adama. Başa düşdün mü? Belə səhvlər oralarda bağışlanılmır, könül. Hay Allah, söhbət simişliyi olanda sənin başın nə qəşəng işləyir, Yaşqa. Gəl ona simiclik deməyək, biraz mədəni ad qoyaq. Pul xərcləmə məhdudiyyətli insan deyək. Ümumiyyətlə könül, sağ bir şey deyim. Pul qazanmaq çox asandır. Amma onu xərcləmək çətindir. Onu xərcləməkdə fitri istedad tələb eləyir. Ona görə gərək o istedad da sənin qanında, canında olsun. Maşallah, siz nəsillikcə çox istedadlısınız simiclik barəsində. Pul xərcləmə məhdudiyyətli gənc. Duymadıq sevginin şirin tadını. Vurma qəlbimizə hicran odunu. Eşit sevənlərin qəm fəryadını. Yaşqa, nəyə qulaq asırsan? Hacan? Nəyə qulaq asırsan? Köhnə mahnılara qulaq asır. Deyirəm könül, doğrudan da köhnə mahnılar adama nostalji hissi yaşadırdan ha. Bax, Nazpəri Dostəliyevanın Nə olar Allahım ayırma bizi mahnısına qulaq asırsan. Qonşu gəlir o qırmızı duxovkanı alır səndən aparır. Pramoy köhnə günlər adamın yadına düşür. Adam o günlərə qaytarır. Amma sən demişdin o vaxt rayonda kaset də satmısan, hə bir ara? Satmısan da sözdür. Cahamat o vaxtı mənə rayonda YouTube kimi baxırdı. Pis çıxmasın, gəlirdi ağzının altında mahnını zümzümə eləyirdi belə. Naxadı həmin kaseti çıxardırdım, verirdim, ona gedirdi. Deyirəm də o vaxt o qədər avtobus mahnılarına qulaq asmısan ki, sənə klassik musiqi dinlətdirə bilmirəm mən. Elə danışırsan, elə bil özün bütün günü Vaqif Mustafazadənin mahnılarına qulaq asırsan. Caz konsertlərinə getməkdən əyağın mazolu olur. Buna danışsana, səmimi olar mənim. Mən 7 il musiqi məktəbinə getmişəm, Yaşar, 7 il. Mən görüm ha. 7 il musiqi məktəbinə getmişsən? Yes. Sən keçən dəfə də deyirdin ki, 7 il şahmata getmişsən. 5 ildə rəqsə getmişsən. 3 il idmana getmişsən. Sənin bu deməklərinlə hesablasan, sənin 48 yaşın olmalıdır. Bəlkə sənin sənədini dəyişib lipa kimi müasirəyiblər az. Təzə çıxdı indi bu da. Yox lan, ya sən nəyisə səhv deyirsən, ya da lipasan. Bax öyrən, bax öyrən.
248. Hesab kitab. Pul para. Yaşqa, o uşağı arada yemək də öyrətdi, yemək yemir. Meyralı, vaxt o uşağı yemək bilmir. Az ona yemək lazımdır. Sən onda duruşa bax, əzəmətə bax. Atdakı əzəmətə bax, Mehralı, Mehralı. Yaşqa, Duruşa bax. heç səndən soruşmamışam. Sən adını kim qoyub o vaxt? Mənim adımın üstündə iki babam neçə ay küsülü qalıblar. Niyə? Ana babam deyib mənim adımı qoyaq. Aha. Ata babam deyib mənim adımı qoyaq. Nəsə bunlar razılaşa bilməyiblər. Axırda qərara gəliblər ki, adımı baba qoysunlar. Nə də? Niyə qoymadılar adını baba? Nə oldu ki? Nə bilim, tabi moment bunların həyatda sporları düşür. Uçaskov gəlib həyata götürüb aparıb bunları, mənə Uçaskovun adını qoyublar, Yaşar. Elə keçdi bir həyatım olub mənim. Amma yenə heç olmasa o Çaskovun adı pis olmayıb da, Yaşar. Yəni qısa addır, uzun plan adı deyil. Yox, normaldır, mən adımdan razıyam. Yoxsa götürürlər, uşaqlara adlar qoyurlar, yaz. 2 metr riyad olur. Adın birinin əvvəlini deyirsən, ortasında saxlayıb, çörək yeyib, təzdən dalını demək istəyirsən. Elə ad olur. Bax, görsən qısa, Mehralı. Mehralı, Praboy instituta girən ad deyil bu. Onda Rilayan adı biraz uzun oldu, deyirsən. Hələ o ad qısadır da. Yox. Nədir dərdin hanım, nədir? Nə öyrənmək istəyir, hə? Sənin adını kim qoyub, ha? Mənim adımı, nənəmin adını qoyublar mənə. Mənim bir dənə nənəm olub. Elə imkanlı qadın olub, bax, onun adını qoyublar mənə. Elə o nənədən boş quru ad qalıb sadəyəsən. Mənim malda, mülkdə, dövlətdə gözüm yoxdur. Elə nənəmin adını yaşadıram, bəsimdir. Olmazdı ki, Mehralı, o adı biz bahalı villada, hörmətli saraylarda yaşadardıq. Nətər dedim, hə? Bahalı maşının içində yaşadardıq, bahalı əyinbaşda yaşadardıq. Elə xırda şeylərlə xoşbəxt olmağı bacarmaq lazımdır. Mən onu bacarıram. Pis çıxmasın, elə biz də dədəbola xırda şeylərlə xoşbəxt ola bilirik. Brilliantdır, qızıldır. Belə xırda şeylərlə biz də xoşbəxt oluruq, elə deyil mi? Elə deyil mi? Elədir. Xuru. Dəftərini götür bura, bir şey deyim yaz. Açsın. Buyurun Yaşar müəllim. Deməli bildiyiniz kimi, bütün kollektivlə, mən bu yaxınlarda at olmuşam. Allah cəmi subaylara qismət eləsin. Prosta mən biraz geniş götürmüşəm, əkiz uşaq atası olmuşam. Hə, bilirəm müəllim. Allah saxlasın. Sağ ol. Deməyim nədir? Deməli, mənim rasxodlarım böyüyüb, bu rasxodlardan biraz kəsmək lazımdır. Mən də durub evdən kəsəsi deyiləm, ha, düzdür? Məcburam restorandan kəsim. Deməli, bütün rasxodları burada azaltmaq lazımdır. Rasxod? Burada nə əlavə rasxod var ki? Qulaq as, mən sənə deyim. Mən hər gün 5 paşka salfetka alıram. Mən bunu niyə almalıyam? Əl üz dəsmalları alın, qoyun stolların yanına, cəmaət əlin ona silsin. Gördünüz, çiçəklənənə yaxında aparın evdə yuduzdurun, gətirin, yaxşı? Yaxşı. Bir də Furaman, mən niyə 180 manat işıq pulu verməliyəm? O mənə çatmadı. Ay müəllim, hava soyuqdur da, kondisioner yandırırıq. Hava soyuqdur, kondisioner yandırsın. O qapıya girişdə yazmısınız, maskasız giriş qadağandır. Bax, onun böyrünə yazın, yapışdırın ki, xahiş edirik, əyninizi qalın geyinin, nazik geyinmək qadağandır. Bu həm də görsünlər ki, müştərilərə ana qayğısı ilə yanaşırıq. Yaxşı. Müəllim, deyirəm bəlkə qazdan da istifadə eləməyək. Yeməyi də ocaqda bişirərik, ya da təndirdə. Sən ölsən, yavaş-yavaş mənim gözümə girirsən, xoşuma gəlməyə başlayırsan. Buna görə sağ premiya verəcəm. Çox sağ olun, Yaşar müəllim. İndi yox. Uşaqlar böyüyəndə, indi ekonomiya eləyir, yaxşı. Amma sən mənim yadıma sal, uşaqların 7-8 yaşı olanda mən sənin premiyanı verim. Bir də Furaman, xahiş edirəm səndən, çox xahiş edirəm. Bax, deyirlər, işçinin təri soymamış pulu vermək lazımdır. Çalış o vaxta qədər tərin soymasın, yaxşı. Görək də, inşallah müəllim, inşallah soymaz. Yaxşı, get. Gedim onda mən. Get, baxıram sağa. Cəldişdə baxıram.
Yaşar, gəl bugündən qənaət eləyək də. Nətər qənaət edeyim mən? Elə bu ay 4 dəfə qırmızıda keçmişəm. Öküzsən də, qırmızı görən kimi cumursan. Nə olub, nə xəbərdir? İndi yaxşı, tutaq ki, biz yığdıq bu pulu. Nə alacağıq o pulu? Məsələn, maşın. Mən qəpik yığıb özümə maşın almaq istəyirəm. Doğrudan? Bəyəndim bu fikri sənə. Müaləzət elədim. Nə deyirsən? Sənə. Vururum məndən bunu. Al. 3 manat siftə, götür. 3 manat versən nə maşın üçün? Maşın üçün vermirəm bunu. Nə üçün versən? 3 manatı verirəm. Üstün düzəlt, özünə bir dənə daxıla. Mən hər gün işdən gələndə ora 20 qəpik pul atacağam. Həm də vicdanım rahat olsun ki, bilim ki, sənin maşın almağına mən də nəsə köməklik elədim. Günah məndədir axı. 2 uşaq böyüdürəm sənə görə. Qabıyıram, özdə əllə qabıyıram bu dövrdə. Nəysə, mən fikrimi dəyişdim. Mən qabuyan maşın istəyirəm. Onun çarəsi məndə. Bax, ona görə heç qəti narahat olma, heç pul yığmağa da ehtiyac yoxdur. Deməli, mən zəng vururam Optimala. Bilirsən ki, Optimalda Bosch brendinə məxsus ən yüksək keyfiyyətli qabuyanlar var. 15 dəqiqə ərzində sənədləşmə, 4 saat ərzində də gətirib qapıya çatdırırlar. İlkin ödənişsiz, faizsiz. Ta bundan artıq nə istəyirsən? Heç nə. Mən də deyirdim, nə əcəb, sразу razılaşdım. Şərtlərdən aydındır. Gəl, mən burada maşın tapdım. Gəlin, oturun, gedək ora. Gəl, gedək Miltopaveri oradan götürərik. Yaşar, sən mənə bişirim sənin üçün. Bax, burada ikinci mərtəbədə snayper var, ha, uzaqda, onu görürsənmi? Onu vur, onu vur. Yaşar, istəyirəm sabah geyim belə 2-3 minlik paş-paltar alım uşaqlara. Qəşəng bir dənə şopinq eləyim, nə deyirsən? Hə, elə. Nə istəyirsən elə. 2-3 minliyə Yaşar. Problem yoxdur, get götür. Başqa vaxt süfrədə duzluq yar olana deyir ki, yeməyin duzunu az elə, israfçılıq olmasın. İndi deyir 2-3 minlik alış-veriş elə get. Gəl məni dirilt, məni vurdular. 100% bunun fikri burada deyil. Onda mən sonuncu variantımı istifadə edeyim. Onda da ayılmasa, deməli Yaşarı bir dəfəlik itirmişik. Dodağın altında nə danışırsan könül? Bax, eşdirəm ha hamısını. Qaldır, ay sağ ol, qaldır məni. Yaşqa deyirəm, gedim bir qəşəng çay dəmliyim, oturaq içək, söhbətləşək. Nə deyirsən? Hansınla? De hansından olacaq Yaşqa? Deyir, Berga Enjoy çayı. Tərkibində limon otu, portağal qabığı, heyva dilimləri var. 100% təbii meyvə dilimləri olan Berga Enjoy. Get dəmlə. Sən Allah get dəmlə. Oturaq səndən qəşəng çay içək, söhbət eləyək. Bilirdim sən Bergadan keçməyəcəksən. Bax, bilirdim. Dur qodasına. Dur. Amma tez götürmə, qoy yaxşı dəm alsın. Mən də o vaxta qədər bir-iki oyun oynayım. Yaşqa, çox sağ ol. Həm uşaqlara baxmaqda mənə kömək edirsən, həm də yemək bişirməkdə. Bir dənə sənə. Mən sənə belə ailəcanlı bilmirdim ki. Az ailəcanlı deyəndə ki, gəlmişəm sənə kömək edeyim də, sənin umuduna qalsa 3 saata yemək bişirəsən. Həm də baxım görüm, bir yeməyə nə qədər ərzaq rasxod edirsən, bilim mən. Qaynana deyə qaynana. Sən belə əli bərksən, belə simicsən. Necə bindiyə kimi bir dənə bağ evi almamısan? Əslində mən pulumu çox sağa sola dağıtmışam. O vaxt mənim ağlım olmayıb. O vaxt ağlım olmayıb deyəndə ki, həmin sən belə dəhşət ağlım var. Çox da hörmətli ol. İcazə ver. Mənim ağlımın olmamağı da bir dənə sənə sərf eləyir. Ağılsızlığımdan istifadə edib səni almışam. Yaxşı göbələyə doğruydum, kusura bakma. İlk dəfədir sənlə yemək bişirmişik. Qoy pirincini çıxarım tez. Ver. Dadına baxaq, görə necə alınır. Sənlə ilk dəfədir mən yemək pişirirəm, düzdür. Amma mən siyəzən dadlı toyuqdan çox yeməklər hazırlamışam. Sən dadına bax.
Çünki mən bilirəm ki, dadlı toyuqdan dadlı yeməklər olur. Kör şeytan. Lənət sənə kör şeytan. Lənət sənə kör şeytan. Uf, hara qoydum bunu? Lənət sənə kör şeytan. Lənət sənə kör şeytan. Lənət sənə kör şeytan. Yaxşısan? Yaxşıyam, Yaşar. Mənə sən orada şeytan oxursan, nədir o? Çömçəni itirmişəm, tapa bilmirəm hara qoymuşam. Mən bütün günü çalışıram, əziyyət çəkirəm ki, qənaət eləyim, sən də bir ucdan itirirsən. Sağ ol. İtirməmişəm, yəni qoyduğum yer yadımdan çıxıb, bilmirəm hara qoymuşam. Sənin əlimdə idi, yudum, amma hara qoydum, tapa bilmirəm. Onun çarəsi məndə. Bu yaşıl bizon. Götür. Bunu içirsən, vurursan bədənə, əhvalın düzəlir, yaddaşın da yerinə gəlir. Səsə bax. Deyil çömçə. Onu axtarırdın. Bayaqdan görmürüm, gözümün qabağındaymış. Mən sana nə deyirəm? Deyirəm, bax bu bizonu içirsən, yaddaşın vastanavit olur. Sən canı dünən aldığın o paltarlara nə qədər verdin? 399 manat endirimlə. İndirimlə, yazıb qoyurlar dükanın qabağına ki, 29 manatdan başlayan qiymətlərlə. Girirsən içəriyi, fırlanırsan, o 29 manatlıq paltarı tapırsan. Bir də görürsən bir ağzında saqqız, gəfşiyə bir qız, əlində bir dənə futbolkanı gətirir ki, müəllim, budur 29 manata. 29 manata. Yaşar, aldığım şalvarın parçası keyfiyyətlidir, ona görə biraz qiymət fərqi olur. Elə onun cırıqlarına baxanda bilinir parçasının keyfiyyəti nətərdir. Elə bil o bir dəfə geyinilib. Eşidirsən Mehralı? Bax ananın şalvarına gör, ailə büdcəmizi nətər dağıdır. Düşürsən dana, bir sən də dillən. Yaşar, uşağı mənə qarşı doldurma. Bu dekorativ cırıqlardır. Özdəki üstündəki də ləkələr deyil hamısı. Bunun şeyi belədir. Qrязный stil deyirlər buna. Sən onda alanda bir normal şalvar al özünə. Bir aparım verim kənddə dayım qızları geyinsinlər. Mala, heyvana zada belə cırılsın, sonra gətirim verim sən geyin. Dana inək saxmağa zada geyinsin. Mehralı ağzına salma, bala ağzına salma. Belə kəndə bağlı adam idinsə, nə əcəb kənddən bir dənə qız alıb qalmadın kənddə? Az pis çıxmasın, kəndin elə çox qızları mənim yazdığım şeirlərlə nəfəs alırdılar. Ay Allah. Arılaya. O qızlar ki, gül kimi kənd havasını qoyub, təmiz havanı qoyub, sənin şeirlərinə nəfəs alırdılar ha. Day mənim onlara sözüm yoxdur. Ət tökürü adam sənin şeirlər və qulaq asanda ət. Az yaxşıdsan ha. Biri var təbii yolla arıqlamaq, biri də var bədii yolla arıqlamaq. Mən şeir yazanda da cahamatı düşünmüşəm. Bəlkə birinin də əl üstü sacıq qulladın? Şeir deyirəm də, arıqla biraz. Yaşqar, doğulanda neçə kilo olmusan? Mən də olanda 4 kilo yarım. 4 kilo yarım. Bizim uşaqlarımızın ikisi bir yerdə 4 kilodular. Adam da qınaya bilmir ki, niyə köksən? Özün artıq çəkinən doğulmusan da yazıq. Onları sən doğmusan, bu boydasan sən özün. Mən danışırlar ki, mənim anam bana hamilə olanda hər gün ürəyi piti istəyirmiş, xaş istəyirmiş, kütə bozbaş istəyirmiş, bildin mi? Ancaq solu yemək istəyirmiş, tanıyorum ürəyi. Mən dünyaya gəlməmişdən yeyib-sən adam olmuşam, bildin mi? Adam niyə yeyib, içməyinlə, yeməyinlə fəxr eləsin? Niyə öyünsün də normal insan? Tək o deyil, mənim başqa istedadlarım da var. Gizli tərəflərim var ki, hansı ki onları sən bilmirsən, aşkar eləmək lazım. Onlar elə gizlidirlər ki, sən heç özün dendiyi kimi axtar tapa bilməmsən o istedadları. Yeyəməmişəm. Məsələn, bax, o vaxt mən qoyuna gedəndə kənddə, sürüdəki bütün qoyunları mən üzdən tanıyırdım.
Hamısını bir tanıyırdım ki, bizim qoyundu, bizim qoyun deyil. Ay Allah sənə qurban, bir insan niyə qoyunları üzdən tanısın ki? Bu insan deyil ki, sən həyatın hansısa bir anında rastlaşsın, nə bilim, tanış gəlsin, tanıyasan. Niyə də bu, niyə? Nudur mənim istedadımda. Bax, sən məni bəyənmirsən ki, şeir yazanmırsan, nə bilim, rəsm çəkənmirsən. Amma sən özündə bir şey başarmırsan axı. Necə yəni, mən rəsm çəkə bilirəm. Qız, hara rəsm çəkə bilirsən? Sən səhər tezdən gözünə duşu 20 dəqiqəyə çəkirsən. Sən bir dənə rəsm çəkməyə başlasan, onu qutarana mən uşaqların valideyn iclasında olaram. Bax, Aslan müəllim, üzr istəyirəm. Bax, bizim problemimiz nədədir? Üzr istəyirəm, onu mən sizdən soruşmalıyam. Mən sizdən soruşmalıyam deyəndə ki, mən elə bil hər ay artıq rasxod eləyirəm, amma tuta bilmirəm nəyə eləyirəm. Mən sizi başa düşdüm. Bilirsiniz necədir? Ailə büdcənizə nəzarət etmək üçün psixoloji rahatlığımızdan doğan 3 məsələ var. Yaxşı da nədir o 3 məsələ nədir? Onu mənə de görüm. Vallahi nə yalan deyim, mənə də buracan danışıblar. Davamını bilmirəm, üzürlü sayın. Bax, görürsən, sən mənə heç nəyə axıra kimi demirsən, sonra mən sənin pulunu 3 dəfəyə qədər azaldanda da deyirsən belə. İndi sən mənə de görüm, hansı sahədir ki, mən ora artıq rasxod eləyirəm. Gəl birlikdə düşünək. Elə bir yer var ki, ora pul xərcləyəndə özün özünə deyəsən ki, bu nə idi ki, mən buna pul verdim. O, sən nətər adamsan, ha? Tam mən bunu gəlib özüm düşünürəmsə, mən nəyə görə sənə artıq pul verirəm, Necə dediniz? Sonuncu cümlədən deyəsən dərdinizi tapdım. Mən nəyə görə sənə artıq pul verirəm? Sən öl tapdım. Bax, mən sənə bu danışığına görə niyə artıq pul verməliyəm? Sənin haqqın, bax, hardaydı? Bax, budur, 50 qəpik. Bu sənin bəsindir, eşitirsən? Özdə bilirəm, sən 50 qəpik yığmağı xoşdursan, ona görə ala, bununla da şellənərsən. Yaxşı, Aslan, ala. Görün, niyə almıyır bana? Yaşar, gələk biz bu uşaqların gələcəyindən fikirləşəyik. Məsələn, qırağa pul atmaq lazımdır. Qırağa pul atmaq deyəndə ki, mənim işim arxaya pul atmaqdır. Sənin işində qırağa pul atmaq. Mən pulu arxaya atıram. Nə olursa ondan sonra olur. Mən də yavaş-yavaş salona getməyi azaldacağam. Bu ay 4 dəfə getmişəm. Gələn ay 3 dəfə gedərəm. O birisi ay 2 dəfə. Sonra da yavaş-yavaş yəni getmərəm də, saxlayaram. Görürsən? Nə? Deməli, salona getmək sənin üçün vacib deyil də. Sən elə bil siqaret tərcih edirsən, 4 dəfə gedərəm, 3 dəfə gedərəm, 2 dəfə gedərəm. Gedirəm, həm də başım qarşıda, söhbət edirik, danışırıq oradan-buradan. Vaxtım da gedir. Maraqlı keçir ən azından. Güya sən fikrin dağılır orada. Amma mənim buradan cibim dağılır. Bunu başa düşürsən. Özdə siz orada söhbət zad eləmirsiniz. Mən bilmirəm, siz orada nə edirsiniz, qeybət edirsiniz. Nə qeybət eləyəcək, Yaşar? Siz danışanda, yığılanda kişilərlə hansı maşın daha yaxşıdır söhbətini eləyirsiniz. Bizdə hansı kosmetika daha yaxşıdır. Belə söhbətlər eləyəcək. Nə söhbət eləyəcək? Az, mənim üzümə lənət əgər orada kosmetikadan böyünə qədər söhbət gedirsin. Bir dəfə nədir o salon şüşəli? Private nə idi adı? Gəlmişdim oradan səni götürməyə. Oradan qulaq asırdım içərdən. 4 dənə fen eyni vaxtda işləyirdi. Siz orada nətər söhbət edirdiniz, bir-birinizi də nətər eşidirdiniz. O QQB-dəki adamlar kimi elə bil dodaqdan oxursunuz, nə danışırsan. Maşallah oturub qulaq asmısan da bizə də. Qulaq asmaq istəmirsən daha doğrusu. İndi də nağayrım gördüm söhbət edirsiniz. Siz özünüz də pis deyilsiniz ha canım mənim. O toyun səs-küylü, dambadurum yerində bir-birinizin qulağına elə qışqırırsınız ki, bütün musiqinin səsi batır ha. Geri qalmırsınız. Biz sizə çatanmarıq. Eşkimik biz. O 4 dənə fen işləyən yerdə nətər o ağzını açıb yumursansa, uje saçı düzəldən qız başa düşür ki,
Həmailin gəlin 3-cü ayında boşanıb geri qayıdıb. Bax, o bir istedaddır onu demək, onu eşitmək. Söhbət başqa yerə getdi. Hardan danışdıq, hara getdik. Pul atırıq qırağa. Könül, başqa cür fikirləşənmədin ki, bu Yaşarın evin nətər yıxın. Ağlına gəldi ki, getdin yemək kurslarına yazıldın, indi məni belə eləyirsən. Sən cibindən başqa bir şey fikirləşmirsən də Yaşar. Ancaq işin, gücün pul fikirləşməkdir. Bir sağlamlığımızda fikirləş də, bir yediyimizə, içdiyimizə fikir verməliyik, sağlam qidalanmalıyıq, evdə 2 dənə uşaq var, onların yeməyinə daha xüsusi diqqət göstərməliyik. Az nə sağlamlıq. Sənin bazarlıqda aldıqlarını görəndə mən az qalıram infaq keçirdim. Sağlamlıq nədir? Heç nə olmaz sənə, rahat olma, heç nə olmaz. Deyir, heç nə olmaz eyli. Belə rahat adam olar. Bu yeməyi zadı başa düşdüm, ona korobka da almışsan. Korobka deyil, mətbəx kombaynidir. Getdim Optimala, 1000 watt gücündə olan boş brəndə məxsus mətbəx kombaynını aldım. Aldım deyəndə ki, kreditə götürdüm. Bilirsən də, Optimalda ilkin ödənişsiz, faizsiz kreditlə almaq mümkündür. Yəni, hissə ödəyəcəyik də, yavaş-yavaş. Heç nə, həmən nə deyim? Alıb gətirsən də xeyirli olsun. Yaşqa, marketə gedirsən? Nə qədər istədim, evdən sakit sivişəm çıxam alınmadı. Marketə gedirəm, nə lazımdır? Uşaqlar altın tez-tez batırırlar. Altın batırırlar, altına parça sər, nə bilim salafan kəs qoy, nə bilim bez qoy, ağ əhsiyə bük. Başqa variant bilmirsən, zəng vurum bibimdən soruşum. Nə deyirsən eləyim? Yaşar, sənin bir büyüyün variantları 30 il bundan qabaq işləyirdi. İndi müasir dövrdə yaşayırıq. 30 il bundan qabaq uşaqlar altın başqa cür batırırdı, indi başqa cür batırırlar. O da fərqi nədir? İndi müasirləşiblər, başqa şeylər eləyirlər. Yaşar, indi bezlər var. Özdə mən aldığım bezdən alarsan, yaxşı. Geyib harada keyfiyyətsiz bezlər var, alıb gətirirsən evə. Yaxşı, adım familiyasını denən alaram. Get satıcıya denən ki, Pro Baby bezləri versin. Nə? Pro Baby. Pro Baby. Başqasını alma ya, eşidirsən? Pro Baby. O bezlərin ekstra yumuşaq nəfəs ala bilən səthi var. Ona görə mənim uşaqlarım keyfiyyətli məhsul istifadə eləməlidir. Pro Baby. Amma bir qutu alacam, ikisinə bəs eləyir. Dəyişəkli geyinərlər. Çox uşaqları qudurtma. Biz o vaxtı bir şalvarı 4 qardaşa geyinirdik. Qoy uşaqlar indidən paylaşmağı öyrənsinlər. Neysə, yaş qordu. Heç nə. Yemək pişənə kimi vaxt öldürürəm. Köhnə şəkillərimizə baxıram. Doğrudan. Mən də baxdım səhər köhnə şəkillərimizə. Bu, universitetdən çıxanda həmişə oturduğumuz bir dənə kafe vardı, yadındadır. Bax, oradakı şəkillərə baxdım. Bəlkə gedək ora, illər sonra həmin stullar, həmin aboy, xatirələrimiz qalıb nə qədər oradayıq bizim. Vay vay. O kafeni indi söküblər. Moyka eləyiblər orada. Hər gün də xatirələrimizi naporla yuyurlar səndən. Heç bizi tozda qalmıyor. Fərasətin olsaydı, vaxtında o kafeni sən alardın, işlədərdin, adını da qoyardın. Yaşarla Könülün kafesi. Harada da o romantika səndə? Mən olardım, almağını açılır. Prosta mən xatirələrimizə hörmət edirəm. Başa düşürsən? Mən fikirləşirəm ki, bizim xatirələr pulla alına bilməz, satıla bilməz. Romantika. Nə qədər simic adam görmüşəm, amma sənin kimi öz krisalığına belə don geyindirən, bəziyib düzəyənini görməmişəm. Amma sağ da halaldır. Mənə krisa deyə öz bərdxəcliyini də gizlədə bilirsən. Neysə, mən sənlə söz güləşdirsəm, bu yeməyi sabaha kimi bişirib qutara bilmərəm. Ay, buyur, yaşqanış olsun. Mənə budu ver mənə, budu ver tez. Ay, sağ ol. Qoy Kim olur, pambıq kimi. Qoy onu bura qoy. Ay, sağ ol. Mən də bunu bilin götürüm.
Qızaran yerindən, qızaran yerindən. Necədir? Görün, toyuq adamın ağzında əriyir. Gördən. Doğrudan da deyirəm, tatlı toyuqdan tatlı yemələr oluyor. Bəlkə qonşu məni görüb marketdə. Deyir, qonşu evi hansı toyuqdan alırsan? Deyirəm, bədbax, əlbəttə ki, siyəzəm tatlı toyuqdan. Al baxarım, nətər sevinib, deyir, Yaşar, oğulsan, Allah səndən razı olsun, sevinib. Sənin ətrinin vurğunuyam, değil mi? Bəzi görüşlər gec olur. Amma bilirsən ki, gözləməyə dəyərdir. Həyatına yeni rəng qatmış olursan. İnan bana, səhəri 4 gözlə gözləyirəm ki, səni yenidən dadım. Yaşar. Kimə darsan, hə? Aydım. Mən bilirdim, mən bilirdim ki, sən məni aldadırsan. Bax, bu neçə vaxtdır onu yığaq, ona qənaət eləyək, buna qənaət eləyək. Deməli, sən uşaqlıq boğazından kəsib kiməsə gəlib bahalı hədiyyələr alırsan, utanıb yerə girirsən, ölürsən heç. Sən nə danışırsan, az? Nə bahalı hədiyyə? Mən ümumiyyətlə hədiyyə sözünü 5 il deyə leksikonumdan Öyle çıxartmışam. rahat danışır. Bayaqdan danışdığı sözlərə bax telefonda. İndi bu rahatlığa bax. Belə danışırdın telefonu. Kimə deyirdin o sözləri? Gördüm. Bax. Şəkilə baxıram, görürsən? Şəkilə baxıram. Bayaqdan çaya deyirsən o sözləri. Nətər deməyim axı. Bax, mən nətər deməyim. İnsanamdan, ha. Berqadrim çayının tərkibində limonotu, peyğəmbər çiçəyi, itburnu meyvəsi var. Üstəlik bax, 100% təbii meyvə dilimli çaylardır. Bu çaya belə söz nətər deməyəsən? Səhv başa düşdüm, amma ürəyim də düşmüşdü, Yaşar. Deyirlər, bir isqan çayın 40 il xatirəsi var. Sən bana bir isqan berqa çayı ver. 40 il məndən arxayın ol. Çıxdın